Salam. İndi mən dərs göstərəcəm. Deməli, barkodlu malların mədaxili və satışı. Hesabatda da ambar qalığı stoku görürük. Satış hesabatında da nə qədər mal satmışıq və azalacaq ambarımızdan. Deməli, birinci mədaxil edirik də alış, malların alınması. Göstəririk kimdən? 3 nöqtə, firmalar, Samir. Toplu seçmə basdıq. Sağ tərəfdə malların adı gəlir. Hal-hazırda yoxdur, yaradırıq. Sağ düymə əlavə et. Yəni malın adını yaradırıq biz kitab. Ona ştrix kod veririk. Skanerdən vurdu, barkodu gəldi. Okey. Şu barkodla vuranda sırası malın adı gəlir. Məsələn, miqdar 100 dənə alıram. Qiymət 2 manat, satış qiyməti yazıram 3 manat. Bir dənə mal yaradaq. Sağ düymə əlavə et. Adını qoyuram qələm. Barkodunu vururuq. Deməli. Okey. Əllə elə seçək. Qələm 100 dənə gəlib. Qiyməti 3 manat, satış qiyməti 4 manat. Okey. Burada növbəti alışda biz mal yaratmırıq. Yəni yenə alış malların alınması eləsək, buradan göstəririk firmalar, Samir. Skanerdən vurmaqla sırası onu tapır. Bir dənə bundan, bir dənə də bundan. Hərəsindən bir dənə məsələn gəldi. Qiyməti 2 manat, qiyməti satış, alış qiyməti 3 manat. Hesabatlarda ambar qalığı hesabatında biz görürük ki, nədən nə qədərdir? 101, 101, hərəsindən 101 dənədir. İndi də satırıq. Yuxarıda satış var. Bastıq satışa. Skanerdən vurduq. Bir dənə bundan, bir dənə də bundan. 3 manat, 4 manat. Sat. Okey. Bunları əllə də tapmaq olar. Uçno birdən skaner vurulmur. Burada var poisk işarəsi. Buna basırıq. Məsələn, burada yazıram qələm. GL. Poiska bastım. Hamısı malları tapır da GL ilə başlayan. Ruchnoy 2 dəfə vurdum. Okey. Sat. Okey. Hesabatda da görürük. Satış hesabatı bu tarix ərzində nə satmışam. Miqdar, dövriyyə, mayası, mənfəəti. Yəni 3 manatlıq mənfəət olub. Ambarımızdan da hesabat ambar tərtib et. Azaldı. Bundan bir dənə, bundan da 2 dənə.